Mənzilimizi zal hissəsinə təqdimata başladım. Mənzilimiz çox fərah, geniş bir mənzildir. 120 kvadrat metr ümumi sahəsi olan bir mənzil təqdim edirəm. Yasamal rayonunda İnşaatçılar və 20 yanvar metrosuna yaxın Həsən bəy Zərdabi küçəsində Bakı Biznes Universitetinin və Tusi Klinikasının yaxınlığında yerləşir. Ümumi sahə 120 kvadrat metr, sənəd kubçalı və əşyalı bir mənzildir mənzilimiz. Mənzilimizin giriş hissəsi geniş bir hol hissəsi var. Girişdə boydan boya bir xoş mebel yığdırılıb gördüyünüz kimi. Ailə evi olub, həqiqətən çox təmirli, səliqəli bir mənzildə. Solda bizi sanitar qovşaqla hamam qarşılayır. Stipoldur, tam təmirli, bütün aksesuarlar qoyulub. Burada da mənzilimizin sanitar qovşağıdır. 18 mərtəbəli, gözəl, yeraltı qarajı, sürətli liftlər olan bir binadır. Mənzil yerləşir 4-cü mərtəbəsində. Burada mənzilimizin mətbəx hissəsidir. Mətbəxin qabağında da özünə məxsus eyvanı mövcuddur. Bütün əşyalar qalacaq mənzildə. Burada da mənzilimizin valideyn yataq otağı çox geniş, günəş görən belə bir valideyn yataq otağı var və bütün əşyalar qalacaq. Mənzildə hər otaqda demək olar kondisioner mövcuddur. Keçək mənzilimizin sonuncu otağına. Bəli, burada mənzilimizin kiçik yataq otağıdır. Uşaqlar üçün nəzərdə tutulub. Burada da bütün əşyalar qoyulub. Mənzil haqqında ciddi fikri olan şəxslər qeyd olunan nömrəni əlaqə saxlaya bilərlər. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.